Dedi ki, siz indi harda yaşayırsınız? Neçə yaşın var? Neçənci sinifdə oxuyursan? Hansı məktəbdə oxuyursan? Mən də cavab verdim ki, mən 2-ci sinifdə oxuyuram. İndi də binalarda qalıq. Dünya məktəbində oxuyuram. Və prezident də məni çağırmışdı ki, gəl bura, gəl səndən çəkiliş eləyək. Muzeyin içinə girdik. Muzeyin içi çox qəşəng idi. Çox gözəl idi. Çox qəşəng qarmışdılar muzeyi. Yaxşı babadır, biraz hündürdür. Gördüyümdən biraz hündürdür. Mən onu çox sevdim. Mənlə maraqlı söhbətlər elədi. Çox söhbətlər danışdıq. Mən çox istəyirdim ki, onu görüm və bu dualarım yerinə gəldi. Xatırladaq ki, Nilayın valideynləri, atası Adil Əliyev, anası Günay Əliyeva və nənəsi Afaq Əliyeva 11 oktyabr 2020-ci ildə Ermənistanın Gəncəni raket atəşindən tutması nəticəsində dağıntılar altında qalaraq həlak olub.